Əvvəldə paylaşdığım postlardan biri stres haqqında idi. Çoxlu sayda mesajlar aldım. Stresi necə azalda bilərik? Ən çox verilən suallar arasında idi. Bugün bu barədə danışmaq istəyirəm. Ən effektiv metodlardan birincisi nəfəs məşqləridir. Gün ərzində bir neçə dəfə nəfəs məşqləri etmək stres səviyyənizi önəmli ölçüdə azaldır. 4 saniyə burundan nəfəs alırıq, 4 saniyə həmin nəfəs saxlayırıq və 6 saniyə müddətində həmin nəfəsi ağızdan xaric edirik. Bu nəfəs məşqləri ürək döyüntüsünü tənzimləyir və eyni zamanda beyinə həyəcan yoxdur siqnalını göndərir. İkinci onu qeyd edə bilərəm ki, gündəlik plan hazırlamaq, çünki qarşılıqlı hissi stres səviyyəsini çoxaldır. Gündəlik kiçik bir plan qurmaqla siz stres səviyyənizi azalda bilərsiniz. Stres və həyəcan kimi duyğuların biz onları bəsləmədiyimiz təqdirdə sadəcə 90 saniyə çəkdiyini deyir. 90 saniyədən sonra stresi, həyəcanı canlı tutan hər hansı bir vəziyyət deyil, sadəcə bizim düşüncələrimizdir.